Salam, mənim gözəl və dəyərli izləyicilərim. Mən Rəhman Lerikli sizə bugün gözəl kəndimin, arxanda gördüyümüz gözəl kəndimin haqqında məlumat verəcəm və biraz da öz haqqımda siz üçün məlumat verib danışacağıq. Mənim adım Rəhman. Bu kənddən doğulub böyümüşəm. Bu gözəl gördüyünüz dağları qarış gəzmişəm. Demək olar ki, uşaqlığım buralarda keçib. Yəni buralarda böyümüşəm. Bu gözəl kəndlərimizdən Qışlaq kəndi, Coni kəndidir, dağın arxasında Loda kəndidir və üzü yuxarı kəndlərimiz gedir. Burada da yuxarıda da görünən Voy kəndi var. Sizə çəkib videolarımda da görmüşsünüz. Gəlmişik bu dağlarımıza sizin gözəl izləyicimizə tanıtdırmağa, göstərməyə. Sizlər zəhmət olmasa videomu bəyənib necə deyərlər, dəstək olmağı unutmayın. Gözəl kəndim haqqında da biraz məlumat verim. Kəndim düz 1200 indi o metrəsini dəqiq deyəmərəm, 1200-dən yuxarı məsafədə yerləşir. Yəni hündürlük məsafəsindən. Kəndimizdə bitkilərdən kəkli otu, nə bilim, sonra biləm arza deyirlər, ondan, it burnu, yəni az, bizdə sadə bir şeydir. Yəni ramaşkadır, belə bitkilər bizdə çoxdur. Gözəl kəndimdə çox cəmaət indi köçüb. Yəni köçən çoxdur, gedən çoxdur. Sadəcə hal-hazırda 11-12 ailə yaşayır. İndi obşi saysam 50-60 nəfər yaşamır da belədir. Amma imkansızlıqdan, hamısı donana bilməməkdən bu gözəl diyarımızı, bu gözəl dağlarımızı tərk edib gedir. Yəni məndən siz üçün gözəl bir çəkiliş eləmək istədim. Dedim, həm öz haqqımda, həm də gözəl kəndim haqqında sizə məlumat verim. Hələ çox çəkilişlərimiz olacaq. Gözəl kəndim haqqında çox videolarım olacaq. Bu gözəl dağlarımızı çoxlu sizə çəkib paylaşıb göstərəcəm. Sizə zəhmət çəkin. Bir dənə xahişim. Gözəl videolarınıza bəyənməyi, like atmağı unutmayın. Dəstək olmağı unutmayın. Sizin dəstəyinizə ehtiyacım var. Ən aşağısı bir dənə videoya axıra kimi baxmanızı unutmayın. Gözəl izləyicilərim. Bu gözəl mənim vətənim, gözəl şəkirim. Sizin üçün inşallah bu gözəl diyarlarda, gözəl yerlərdə çoxlu canlılar çıxır. Sizdən də xahişim, canlarıma da gəlib dəstək olmağı unutmayın. Görüşənədək gözəl diyarları sizin üçün hələ çox çəkəcəm, çox göstərəcəm. Sizdən də zəhmət, ekranını da bəyənib, videolarımı da bəyənməyi unutmayın. Belə gözəl videolar, belə gözəl təbiətdə qalmağımı istəyirsinizsə, ən azından videomu axıra kimi baxıb dəstək olun ki, bu gözəl yerləri həmişə çəkim, göstərim. Sizdən bir dənə xahişim. Dəstək olmağı unutmayın. Bəli, bu gözəl diyarımızı, gözəl şəkirimizin bir-iki kəndidir. Bir ev, o dağın təpənin arxasında görsənir. Biraz o tərəfində bir ev daha var. Və aşağı gedəndə də evlər görsənir. Bu dağın təpəsinin arxasında da bir evimiz var. Gözəl şəkirimizin qısaca belə məlumatlarını verdi. İnşallah gələn videoda o biri dağdan, yəni təqribi sizə göstərim. Ya buradan, ya da buradan sizə çəkib bu gözəl videolarımızı
göstərəcəyik. Sizə zəhmət olmasa bu gözəl diyarımızı bəyənməyi unutmayın. Sizdən xahişim. Videoya da axıra kimi əgər baxdınızsa, təşəkkür edirəm. Axıra kimi baxdınızsa, bəyənmə işarəsini vurub dəstək olmağı unutmayın. Çox sağ olun, minnətdaram. Özünüzdən müğayət olun. Bir dənə videolarımı bəyənməyi, dəstək olmağı unutmayınız.